Bu dəfə Artur Tagil daha fəal başlayıb, ardıcıl 3 zərbə, lakin bu zərbənin qarşısını Akuraşvili ala bildi. Lakin bu dəfə yumruğu ilə Artur Tagilin zərbəsi gördüyünüz kimi rəqibin başına dəyir. Haykik zərbəsi Akuraşvili tərəfindən daha bir Tayatronq zərbə indirməyəcəkdir. Yenə də Gürcüstanlı idmançı eyni anda hücuma atılarkən həm yumruğu ilə zərbə indirməyə çalışır, həm də ayağı ilə zərbə indirir, rəqibini çaşdırmağa çalışır, onun fikrini yumruq zərbələrinə yönəldir və dərhal da ayağı ilə zərbə indirir. Knockdown vəziyyətinə düşüb Artur Tagil döyüş vaxtından əvvəl başa çata bilər. Xeyr, ayağa qalxır Artur Tagil və döyüşü döyüş davam etdirir. Hücumu davam etdirərək bəlkə də Akuraşvili döyüşü vaxtından əvvəl başa çatıra bilər. Daha bir zərbə, yəqin ki bundan sonra Artur Tagil ayağa qalxa bilməyəcək. Bəli, belə də olur. Görüşün referisi də bunu işarə edir və Şota Akuraşvili döyüşdə qələbə qazanır. Dünya Kubokunun 3-cü və Dünya Kubokunda gümüş və bürünc mükafatlar əldə edən Polşa çempionu Artur Tagil bu döyüşdə Şota Akuraşviliyə məğlub olur. Bu Şota Akuraşvilinin peşəkar ringdə 15-ci döyüşü idi və 12-ci qələbəsi idi. Nokautla vaxtından əvvəl döyüşü başa çatdırır Şota Akuraşvili və 4-cü döyüşün qalibi Gürcüstanlı idmançı olur. Beləliklə, qalibimiz Şota Akuraşvili Gürcüstan. Təbrik edirik. Elə durmadan, nəfəs almadan keçirik 5-ci döyüş.